Limfa düyünlərinin şişməsi immunitetə bağlı ola bilər. Limfa orqanizmdə infeksiya ilə qarşılaşan ilk orqandır, limfa vəzləri. Yəni infeksiya yuxarı tənəffüs yollarından orqanizmə daxil oldu, o zaman qan limfa yolları ilə limfa vəzlərinə çatır. Bu infeksion faktor və elə bir növ limfa vəzləri ilə həmən infeksion faktor arasında mübarizə gedir və sözsüz ki, bu mübarizədə limfa vəzləri qalib gəlir. Amma immuniteti zəif olduğu hallarda mübarizədə limfa vəzləri məğlub olurlar, geri çəkilirlər və bu da onların verdiyi reaktiv böyümə formasında özünü göstərir. Ona görə də bəli, çox tez-tez xəstə olan uşaqlarda limfa vəzlərinin böyüməsi, yəni immunitet azlığından xəbər verir və belə olduğu hallarda hökmən həmən insanlar ya hematoloqa, ya pediatrlara müraciət etməlidirlər. Böyükdürsə, terapevtə müraciət etməlidirlər.